cavanlar başlayırlar ata-anasını qınamağa. Anam belə elədi, atam belə elədi, bağışlaya bilmirəm. Başa düşün ki, biz 50% atadan və 50% anadan ibarətik. Və əgər bizim içimizdə kiməsə qarşı, ya ataya, ya anaya qarşı qınağımız varsa, biz özümüzü qınayırıq. Nifrətimiz varsa, biz özümüzə nifrət edirik. İnciliyimiz varsa, biz özümüzdən inciyirik. Bunu başa düşün. Və əgər anadan inciliyiniz varsa, qınağınız varsa, siz heç vaxt ünsiyyət qura bilməyəcəksiniz. Atadan inciliyiniz varsa, pul qazana bilməyəcəksiniz. Ata pul mənbəyidir, ana ünsiyyət mənbəyidir. Bunu başa düşün. Bu kainat belə yaranıb, belə də işləyir. Və biz bunları başa düşəndə həyatımızı dəyişməyə çalışmalıyıq.